Salam, hər vaxtınız xeyir olsun. Bugün badımcanla çox asan, ləzzətli yeməklər hazırlayıram. 3 ədəd badımcanın qabığını yarıya qədər təmizləyirəm. Badımcanı 2 yerə bölüb dilimlərə ayırıram. Badımcanı dilimlərə ayırdıqdan sonra üzərinə duz əlavə edib 10 dəqiqə duzda saxlayıram ki, badımcanın acısı çıxsın. Badımcanı duzda gözlədərkən digər tərəvəzləri hazırlayıram. 1 ədəd soğanı xırda doğrayıram. 2 diş sarımsağı da əzib xırda doğrayıram. Üç ədəd pomidoru da doğrayıram. Bütün ərzaqları hazırladıktan sonra tavada bitki yağı isidirəm. Yağ isindikdən sonra 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edib nişastanı yağda qarışdırıram. Və badımcanları başlayıram hər tərəfini qızartmağa. Yağa nişasta əlavə edib badımcan qızartdıqda yağı badımcan canına çəkmir. Badımcanları qızartdıqdan sonra kağızın üzərinə düzürəm. Digər tərəfdə tavada kərə yağı əridib üzərinə soğanı əlavə edib rəngi dəyişənə qədər qovururam. Soğanın rəngi dəyişənə qədər qovurduqdan sonra üzərinə sarımsağı da əlavə edib 1-2 dəqiqədə sarımsaqla bir yerdə qovururam. Sarımsağın iyi çıxana qədər qovurduqdan sonra üzərinə pomidoru əlavə edirəm. Pomidoru da qarışdırıb qoyuram qaynara düşsün. Pomidor qaynara düşdükdən sonra üzərinə 1 ədəd şirin biber əlavə edirəm. Yeməyi qarışdırıram. Qaynara düşdükdən sonra isə hazırladığım badımcanları üzərinə düzürəm. İçərisinə 1 ədəd də acı biber yerləşdirirəm. Biber çox acı deyil. Zövqə görə də duz əlavə edirəm. 1 stəkan da su əlavə edib qapaqla ağzını örtüb 30 dəqiqə vam ocaqda bişirirəm. Yemək bişdi, hazırdır. Üzərinə də zövqə görə göyərti əlavə edib servis edirəm. Ətsiz bu qədər ləzzətli, dadlı yemək alındığına heç kəs inanmayacaq. Hazırlayıb siz də yoxlayın. İnanın ki, çox ləzzətli bir yeməkdir. Dadına doyum olmur. İkinci yemək də çox asan, ləzzətli, az əziyyətlə hazırlanan bir yeməkdir. Tavaya yağ əlavə etdikdən sonra 2 ədəd badımcan, 2 ədəd pomidor, 1 ədəd soğan, 1 ədəd də şirin biber əlavə edirəm. Zövqə görə üzərinə duz, 1 stəkan da su əlavə edib qapaqla ağzını örtüb qoyuram. Vam ocaqda 1 saat yemək pişsin. 1 saat pişdikdən sonra suyu tam çəkilib yağa düşdü və mən bunu əzirəm. Biberin qabığını da çıxardıram. Üzərinə də göyərti əlavə edib servis edirəm. İnanın ki, çox ləzzətli, çox asan hazırlanan bir yeməkdir. Reseptləri bəyəndinizsə fikirlərinizi gözləyirəm. Yeni videolarda görüşənədək sağ olun.